Salam aleykum, hər birinizə salamlayıram. Bu məhsul haqqında mən çox danışmışam. Təbii ki, Utindi yağı propolisdir. Bundan niyə çox danışıram mən? Çünki bu həqiqətən də insanlara fayda verir. Allah can sağlığı versin. Bu Füzuli Hüseynovgilin məhsuludur. Hamınız da Füzuli həkimi tanıyırsınız. Yəni insan deyərəm ki, axirətən qazanıb. Düzdür, Füzuli həkim tərifi xoşlamır, sevmir. Amma həqiqətən də tərifə layiq insandır. Allah ona can sağlığı versin. Utindi yağından biz nədə istifadə edə bilərik? Miqrendə, baş ağrılarında çox gözəl fayda verir. Deyərəm ki, artıq ölkədə bunu hamı tanıyır. 99% insanlar bunu tanıyır, bilir. Bax, bizdə mağaralar var burada. Haymorid, frontit mağaraları var. Bu mağaralar iltihabla dolu və bizə şiddətli baş ağrıları verir. Biz bundan uzun müddət istifadə etdikcə o iltihab hamısı gəlib tökülür. Biz artıq baş ağrılarından azad oluruq. Sonra qulaq ağrılarında, qulaqda səsli, küydür, xışıltıdır, xırıltıdır. Bax, mənim bu səhifəmdən qabaqki səhifəm var idi. O səhifə yandı, çox təəssüf olsun. Orada Habil kişi ilə biz video çəkmişdik. O insanın qulağından qan tökülürdü. Təsəvvür edin ki, onu həkim müalicə edə bilmədi, amma mən bunu ona verdim. İnanın ki, mən ona o vaxtı qışqıra-qışqıra ona söz deyirdim, o eşidə bilmirdi. İndi mən özüm bilə-bilə ona yavaş söz deyirəm, görürəm ki, telefonla danışanda rahat eşidir. Yəni, o da düzəldi. Qaymaritdir, sinüzitdir, bunların hamısında fayda verir. Sonra, qlandalara üzərinə çəkə bilərsiniz. Buruna onsuz töküləndə oradan qlandaların üzərinə tökülür. Sonra, qulağı dedim, burun əlbəttə ki, oynaq ağrılarında ümumiyyətlə həqiqətən də çox fayda verir. Çox möhtəşəmdir oynaq ağrılarında. Sonra limfalar şişibsə üzərinə nazik belə çəkə bilərsiniz. Basım inəzmi, yüngül çəkin. Sonra limfaların üzərinə çəkə bilərsiniz. Məsələn, ayaqda gedən varikoz damarlar var, belə ilan kimi. Bax, onun üzərinə çəkə bilərsiniz. Ona da inşallah fayda verəcək. Belə, Utindinin içilməsi toz olaraq o da möhtəşəmdir. Çox möhtəşəmdir. Təbii ki, Utindiyə aid hər şey gözəldir. Kapsullarından da istifadə edə bilərsiniz, əgər tozundan istifadə edə bilmirsinizsə. Düzdür, kapsulu, tozu daha mükəmməldir. Amma içə bilməyən üçün kapsulunu istifadə edə bilər və yaxud tozun bala qarışdırıb istifadə edə bilər. Sonra bir məhsulda mən sizə göstərmək istəyirəm. Bu da demək ki, Herbafloranındır, Utindi şərbəti. Uşaqlarda və böyüklərdə immun sistemin qaldırılması üçün çox gözəldir, həqiqətən də. Və öskürəyə çox gözəl fayda verir. Yəni, quru öskürək olsun, sonra bəlğəmli öskürək olsun, fərq eləməz. Çox gözəl fayda verir. Belə deyim də, sonra şişlərə çox gözəl fayda verir. Yəni, onkoloji xəstələrə tövsiyə edirəm ki, ximioterapiya ilə yanaşı bundan istifadə etsinlər. Daha bir məhsulda mən sizə danışmaq istəyirəm. Qarazirə şərbəti. Utindi və qarazirə ümumiyyətlə biraz acı olduğu üçün uşaqlar bunu içə bilmir. Amma çox sağ olsunlar ki, Herbaflora, Füzuli Hüseynovgil, Allah can sağlığı versin. Bu qarazirə şərbətində düzəltdilər, uşaqlar rahat içə bilər. Bu da immun sistemin qaldırır, hormon tənzimləyicidir, antibakterialdır, virus əleyhinə, bir də şişlər əleyhinə. Mən tövsiyə edərəm ki, bunların hər birindən bir ədəd alınıb, bir-birinə qarışdırılır. Səhər axşam böyüklər bir xörək qaşıq içə bilər, problem yoxdur. Uşaqlar da bir çay qaşıq içə bilər. Belə, ümumiyyətlə bu məhsullardan kimlər fayda görübsə, inşallah ki, yorumlarda yazar. Təbii ki, Utindi haqda 100% bilirəm ki, yorumlar çox gözəl gələcək. Demək, və mən kurslar barəsində danışmaq istəyirəm biraz. Allah can sağlığı versin. Füzuli Hüseynovun rəhbərliyi altında fitomed kursları var. Çox, belə deyim ki, insanlar razıdır, gəlib oxuyurlar, fayda görürlər. Bax, mən özüm məsələn üçün fitoterapiyanı oxuyuram inşallah. Yəni, bir neçə ay qalıb, artıq mən də bitirirəm. Sonra yoldaşım hicama vəzərini oxuyur. İnşallah mən bunu qutarandan sonra laboratoriyanı oxuyacağım. Yəni, elmimi artıra gedirəm Allahın izni ilə. Hər birinizə tövsiyə edirəm, dəvət edirəm. Gəlin, siz də oxuyun. Ən azından, heç işləməyi də qoyuram bir qırağa. Təbii ki, asan xidmətdən təsdiq olunmuş sənət izi verirlər.
sertifikat da verirlər, diplom da verirlər və s. Ən azından siz ailəlikdə məsələn üçün bir-birinizə yardım edəcəksiniz. Məlumatınız olacaq ki, hansı bitki, hansı xəstəliklərdə dəmliyi içmək olar. Fizioterapiya var, məsələn, hicam azəli var, kosmetologiya var, sonra laboratoriya var, fitoterapiyanı dedim, sonra iqlaterapiya da var, tibb bacısı var və s. var, xeyli var. Özü də Füzulisionov özü rəhbərlik edir, nəzarət edir. Yəni müəllimlər də çox gözəldir, həkimlər də çox gözəldir, çox gözəl dərs verirlər. Orada bir cavan qardaşımız var, Tugay olmalıdır mən bilən. Tugay müəllim çox gözəldir həqiqətən də, çox gözəl. Çox savadlı qardaşdır. Belə Füzuli həkim özü də seminarlar eləyir, özü iştirak eləyir. İnsanlar ona gəlir, suallarını verir. O da cavablandırır və tanınmış insanlardan da gətirir ora. Mən özüm də çox vaxt orada iştirak edirəm. Çox mənə xoşdur. O Herba Flora, ümumiyyətlə də belə deyim də, Herba Medikal Tibb Mərkəzi, mən ora girəndə Rəbbim şahiddir ki, mən oranı klinika olaraq bilmirəm. Yəni ümumiyyətlə adətən biz hansısa bir xəstəxanaya, klinikaya gedəndə oradan dərman iyi gəlir. Amma oradan dərman iyi gəlmir. Oradan bitki gəlir və gözəl bir qoxu gəlir. İnsan ora girəndə elə bilsən ki, bir müsəlman bir dövlətinə girmişsən, hara girmişsən də, yəni belə bir şeylə insan rastlaşır Allahın izni ilə. Elə insan özü Füzuli həkimlə danışanda elə danışadamsa şəfasını tapır. Belə, Allah can sağlığı versin Füzuli həkimə, yaxınlarına. Sonra Füzuli həkimin gözəl bir bacısı var, Aynura xanım. İnanın ki, mənim yoldaşımın müəlliməsi də orada. Yəni, insanın qəlbi necə gözəl olarmış ilahi. Kaş insanların çoxu yox idi, 50% elə olar. Füzuli həkimdir, bacısıdır, nə bilim, bu insanlar həqiqətən də tərifə layiq insandılar. Yəni, Allah onların o dünyalarını verib. Vallahi ki, verib. Mən deyərəm ki, verib. Düzdür, Füzuli həkim belə sözlər xoşlamır, bəyənmir də, tərifi xoşlamır. Amma ürəyimdən gəldi, mən istədim ona belə tərif eləyəm. Belə, çox sağ olun, minnətdaram. Mən də vallahi gücüm yetdiyi qədər, mən Füzuli həkimdən çox şey öyrənmişəm, çox şey. Mən Füzuli həkim məni tanımadan, mən onu gecə-gündüz izləyib, analizləri öyrənmişəm, bitkilər öyrənmişəm və sağlam həyat tərzində belə iş sistemini o özüm öyrənmişəm, o heç. Amma bitkiləri, analizləri mən o insandan öyrənmişəm. Allah ona can sağlığı versin. Mən də açığı o vaxtlar mən Füzuli həkimi izləyirdim də. Onsuz yenə də izləyirəm, sözsüz. Yəni o deyərəm ki, mənim üçün bitkilər üzrə alimdir. O alimdir. Bitkilər üzrə alimdir o insan. Onun kimisi mən tanımıram, yəni üstün ol. Məndən yəni inciməyin. Çox insan yazacaq ki, filankəs xeyr. Mənim üçün Füzuli həkim yəni möhtəşəmdir. Yəni bitkilər gözəl bilir, alimdir. Belə gözəl insanlar, Allah ona can sağlığı versin. Kurslara da qoşulmaq istəyənlər Herba Medikal Tibb Mərkəzinə yaxınlaşıb, inşallah qoşula bilər. Ən azından, məsələn üçün, bəylər xanımlarını göndərə bilər, öyrənsinlər heç olmasa, ən azından nəyilərsə öyrənsinlər. Vallahi mənim yoldaşım, məsələn üçün, hicam azəlini öyrənib, çox gözəl. Mən, məsələn üçün, bir də oynağımda, məsələn üçün, oynaq ətrafında məndə problemlər var idi. Bir-iki dənə, məsələn üçün, hicam elədi, çox gözəl fayda verdi mənə. Məsələn, mənim kürəyimdə ağrı var idi, əzələ gərginliyi. İnanın Allaha, mən nə qədər pullar tökmüşəm, sağala bilmirdim. O siz də mənə baxışdığını üzülürsən, o masajı elə öyrənib ki, o qədər gözəl bilir ki də, çox çəkmədi, bir 10 gün, 15 gün öyrənəndən sonra bunu mənə elədi o masajı, inan o ağrı getdi, tam olaraq da, tam olaraq. Yəni, masajın bilmək lazım imiş. Belə var olun, video biraz çox oldu, üzrlü sayın, düzdür, insanlar bəyənmir uzun video çəkməyi. Çox sağ olun, minnətdaram. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Mən də gücüm yetdiyi qədər, bildiyim qədər insanlara yardım eləməyə çalışıram. Həm sağlam həyat tərzi, həm də bitkiləri. Mən hamısından öyrənmişəm də, biraz hamısından öyrənmişəm. Belə. Allah bizə bu dünyada və axirətdə rəhm eləsin, Allah bizi əfv eləsin, inşallah.